Cinsi münasibət zamanı həyəcandan vaginal girişi tapmamaq və biabır olmaq qorxusu. Ümumiyyətlə, bir çox kişilərdə bu tip qorxular ola bilər. Harda birdən məndə durmadı, birdən ölçü uyğun gəlmədi, birdən nəsə düzgün etmədim və qadını razı salmadım ya da ki güldürdüm. Bunun kökündə ilk növbədə yatır özgüvənsizlik, daxili narahatçılıq və həyəcan. Baxın özünüzə adi həyatda. Siz nə dərəcədə özünüzdən razısınız, nə dərəcədə siz rahat bir insansınız. Çünki əgər hər bir şey sizi həyəcanlandırır, narahat edir və siz takılırsınız və s. Bu işarədir ki, ola bilsin psixoloji dəstək almaq lazımdır. Ya da ki, heç olmasa bir azacıq meditasiyalar, nəfəs praktikaları burada hardasa indi siz görə bilərsiniz. Mən qoyacağım link. Məndə var Vipassana meditasiyası və antistres nəfəs. Bunlar ikisi çox gözəl təsir göstərir narahatçılığa, təşvişə, stresdə olan insanlara sakitləşmək üçün, rahatlaşmaq üçün. Burada əgər strelka çıxmadısa, aşağıda bu videonun altında baxın. Bu praktikaları gündəlik etməklə getdikcə görəcəksiniz ki, daha stresə davamlısınız, bu qədər artıq həyəcanlanmırsınız və narahat olmursunuz. Ola bilsin ki, məsəl lazımdır getmək psixoloqa, araşdırmaq, baxmaq, onun səbəbi hardan qaynaqlanır və onun üzərində işləmək. Sizə adi həyatda da yaşamağa daha və daha rahat olacaq. İkinci, burada gəlir təcrübə. Nə dərəcədə sən təcrübəlisən? Əgər biz nəzərə alsaq ki, sən narahat bir insansan, təşvişin içindəsən və s. Çox güman ki, sənin təcrübən də o qədər yoxdur. Çünki sən qorxuların içindəsən və biabır olmamaq üçün təcrübədən də qalırsan. Ən azından açın qadın anatomiyasını, baxın qadının bədəninə, baxın qadına nə lazımdır? Mənim buna aid çox gözəl bir kurs var. Prime kursu kişilər üçün, harda mən sizi qadın bədəni ilə tanış edirəm və öyrədirəm necə yataqda daha təcrübəli partnyor olmaq lazımdır. Qadınla necə rəftar etmək lazımdır ki, hər iki tərəf razı qalsın və siz çox təcrübəli və belə super wow любовник kimi onun yaddaşında qalarsınız. Onun da linki burada aşağıdadır. Yəni söhbəti nəyə gətirib çıxardıram? Bu tip düşüncələr qaynaqlanır həm psixoloji pozğunluğun içindən, həm də ki təcrübəsizliyin içindən. Sanki mən ilk dəfə nəsə edəndə ya da ki çox nadir hallarda nəsə edəndə əlbəttə ki hər zaman o olacaq narahat, belə sanki yad kimi gələ bilər. Ən azından əgər heç birini siz edə bilmirsinizsə, nəfəsi siz edə bilirsiniz, okey, siz gedə bilmirsiniz, tam psixoloji dəstək ala bilmirsiniz. Deməli, anında qadınla birlikdə olanda ən önəmlisi tələsməmək və fokuslanmamaq ki, indi bizdə olacaq seks, mən necə, mən nəsə etməliyəm, mən necə olacaq. Burada ən önəmlisi, okey, bəlkə də bu olmayacaq, biz sadəcə xoş vaxt keçirə bilərik, bəlkə də sadəcə öpüşə bilərik. Öpüşdüyün zaman qadının bədəninə toxunmaqla, artıq əllərlə qadının bədənini tanıya bilərsən, görə bilərsən, harda, nə yerləşir. Çünki bizdə orqanlar elə necə var, elə də həmin yerdə qalır, onlar tərpənmir və yerini dəyişdirmir. Artıq əllə sən gəzdirəndən sonra, anlayandan sonra ki, aha, bu buradadır, o oradadır, artıq sən daha rahat ola bilirsən. İkinci, bu, okey, sən tələsdirmirsən, sən düşünmürsən ki, bu dəqiqə cinsi münasibət olacaq, sən axınla sadəcə gedirsən.
Harda siz öpüşürsünüz, qucaqlaşırsınız, belki de yavaş-yavaş soyunursunuz, daha bədən digər yerlərini öpürsünüz və yenidən əlinizlə, belki de dodaqlarınızla, dilinizlə xanımın intim yerlərinə artıq toxuna bilərsiniz və onlara qayğı göstərə bilərsiniz. Bununla sizin təşvişiniz, sizin narahatçılığınız, yəni ki artıq sən onu görürsən, artıq sən ona toxunmusan, o aşağı düşür. Və burada məndə əlimin altında heç nə yoxdur. Bu adapter var məndə. Bax adapter. Mən onu bura qoydum. İndi mən gözü bağlı rahat onu buradan götürə bilərəm. Niyə görə? Çünki artıq mən öz əlimlə onu bura qoydum və mənim beynim onu yadında saxladı. Deməli, mən toxundum və deməli beyin artıq bilir hardadır və sizin cinsi orqanınız rahat lazım olan yeri tapa bilər. Burada əlavə nə demək istəyərdim? Əziz kişilər, bizə sizin yanaşmanız, sizin qayğınız, sizin bizə göstərilən münasibətiniz qat-qat daha önəmlidir. Nə zaman biz özümüzü anlaşılmış hiss edirik, dəyərli, lazımlı, nə vaxt biz görürük ki, kişi bizim yanımıza gələndə gül gətirdi, ya da ki şokolad gətirdi, ya da ki bilirsən ki mən şirniyyat sevirəm, tort gətirdi. Nə vaxt maraqlandı, mənə nə xoşdur, mən haraya getmək istəyirəm, mən necə vaxt keçirmək istəyirəm. Nə vaxt mənimlə dərin söhbət apardı, sadəcə sən necə xoşduyursan, hardan toxunun və s. Yox. Sənin həyatın nədən ibarətdir? Sənin arzuların nədir? Səni nə narahat edir indiki həyatında? Bəs necə onu həll etməyə istəyirsən? Nə sənə lazımdır xoşbəxtlik üçün? Və eyni zamanda nə vaxt siz bizimlə öz haqqınızda bölüşürsünüz, bu aramızda daha dərin bağ və maraq yaradır. Və o zaman lap yataqda nəsə yolunda getməsə də, o bizim gözümüzdə sanki biabırçılıq ya da ki bu qaqaş xeyr, biz əksinə həmin zaman istəyərik ona da bu anda dəstək olmaq və anlaşılmaq istəyərik ki, bəlkə səni narahat nəsə etdi, bəlkə sən həyəcanladın, bəlkə işdə yoruldun, bəlkə ümumiyyətlə səni həyatda nəsə narahat edir. Bölüş mənlə, mən səni anlamaq istəyərəm, mən sənə bəlkə dəstək ola bilərəm. Ya da ki, heç olmasa sadəcə deyə bilərəm ki, hər şey normaldır və narahatçılığa ehtiyac yoxdur. Biz səninlə hələ yenidən vaxt birlikdə keçirəcəyik və bizdə o qədər belə bir anlar olacaq, hansıları biz xoş keçirəcəyik, hansılardan biz həzz alacağıq, harda sən mənə gözəl qayğı göstərəcəksən, mən sənə gözəl qayğı göstərəcəm və hər bir şey gözəl olacaq. Yəqin ki, demək istədiyim bu qədərdir. Əgər nəsə anlaşılan deyilsə, bu videonun altında yazın və mən yeni əlavə video yazacağım sizin üçün. Hələlik.